Salam, yeni bir vloguma xoş geldiniz. Gördüyünüz kimi biz artıq azca da olsa rahatçılığa çıxmışıq. Artıq əsas odur ki, ortalıqdan hər şey götürülüb. Evdə təkəm, sakitçilikdir. Uşaqlardan biri bağçadadır, biri məktəbdədir. Biri də atası ilə rayona gedib, yola salmışam rayona. Biraz dedim dincəlim. İndi də gedirəm mağazaya. Gedirəm 1-2 lazım olan bir şeylər lazımdır mənə onları əldə etməyə. Rəfiqəmlə düşdük yola, gedirik Dekolibə. O qədər gözəl çeşidlər var ki, bura gələndə gözümüz doymaq bilmir. Bu gülləri də çox sevdim. Heydər Parkı çox şeydir, yekədir. Və gəldik kitab evinə. O qədər gözəl kitablar var idi ki, qızlar, o qədər. Və birini təbii ki aldım. Sevə-sevə oxuyacağım. Necə? Qızlar, gəldim evə. Gələn kimi tez yeməyə başladım ki, yeməyi bişirim. Belə ət qızardıram axşama. Yanında da kartof qızardacağım. Bir də ki, siz bu gözəlliyə baxın. Bunu Dekolibdən aldım. O qədər çox bəyəndim. Bir də belə bir kitab götürdüm qızlar. Bəhanələrə yox. Çox gözəldir. Çox maraqlı kitabdır. Mən belə kitabları çox sevirəm. Hər zaman da oxuyuram. Çünki bilirsiniz ki, mənim işim onlayn işdir. Məncə belə təlimlər mənə vacibdir, çox vacibdir. Maraqlı kitabdır, çox bəyəndim. Ən əsas da mənim işim. Bəhanələrə yox. Bəzən doğradım. Ətimi qızartdım. Ətin yağında eləyəcəm ki, dadı çıxsın kartofa. Artıq mətbəxin dolaplarını da yerləşdirmişəm, bir çoxunu. Buranı belə elədim. Buranı da belə. Qazanlarımı da bura yığdım. İndi də bu dolabı yığışdırmaq istəyirəm. Bunların hər birini bura yerləşdirəcəm. Buraları onsuz da Domestosla təmizləmişdim. Yenə də elə belə silim. Çünki bildiyiniz kimi hər birini yalandan doldurmuşdum. İndi təzədən boşaldıb səliqəyə salıram. Yəni təmizdir. Bunları da qızlar yeni almışdım. Hər birini açıb yerləşdirəcəm. Belə.
Mətbəxdən çıxdım, artıq keçirəm ayaqqabı dolabını təmizləməyə. Buranın halına baxın. Nə tər gəldi, hər birini yerləşdirmişəm ki, əsas odur ortalıqdan götürülsün. İndi bir-bir boşaldıram, təzədən silib, təmizləyib yerləşdirəcəm. Demək olar ki, artıq bir həftədir ki, yeni evdəyik. Amma inanın ki, hələ tam o deyil də rahatçılığa çıxmamışam. Və bu düşünürəm ki, doğrudan da köçmək çox çətin imiş. Plusdakı veşi çox olanda, məndə veş dəhşət çoxdur. Əşya az olanda bir o qədər çətin olmur, amma əşya çox olanda həqiqətən köçmək də çox çətin olur. Amma qızlar, köçmək nə qədər çətin olsa da, mənim üçün bir o qədər də maraqlı olur. Yeni ev, yeni macera kimi gəlir mənə. Əyləncəli, yəni bir sözlə hər şeyə pozitiv yanaşmağa çalışıram. Son bir daha deneyelim. Açılmıyor kulağım. Bunun hesabını Romeo'ya soracağım. Derhal onları doktora götürmeliyim. Kulaklarının tedavi edilmesi lazım. Buranı da bitirdim. İndi hazırlaşıram, gedim xəyal bağçadan gətirim. Saat 6'nın yarısıdır. Heç amma 6'ya bağçaya çataq. Düzdür, bağça evə yaxındır. Yenə də Turanla gedəcəm. O bir evdə Turanı tək qoyub gedə bilirdim, amma bu evdə gedə bilmirəm. Çünki bu ev birisi bina evidir, qorxuram pəncərəni zədə açıb çölə çıxar. Hələ etibar edəmirəm. Turan, dur gedib. Xəyalı götürək gələk bağçadan. Yaxşı. Baxın, görün mənim dəcəl oğlum nə edib. Buna baxın, bunu necə qırıb, inanın ki, heç bilmirəm. Sən bunu necə qırdın? Bak. Belə elədim, belə oldu. Belə elədim, belə oldu. Bak, belə düz kimi eləyəndə belə oldu. Düz kimi eləyəndə. Yoldaşım axşam dəyişsin. Qabı yuya bilmirəm. Kənd toyuğu da atmışam qaynasın. Çığırtma eləməyi düşünürəm. Hələ ki altını söndürüm. Biz bağçadan gəldik. Gəl. Çox dəhşət külək var.
Mən artıq kitabımı oxumağa başlamışam. Səssizlikdir, axşamdır, uşaqlar yatıb. Çox sevirəm bu anı. Uşaqlar yatsın. Mən sakit bir kənarda oturum, dincəlim. Yəqin ki, hər bir ana sevir bu anı. Bu saatı hər bir analar sevir. Və kitabımın artıq 16-cı səhifəsindəyəm. Qızlar, çox gözəl kitabdır. Çox maraqlı kitabdır. 6-cı səhifəsinə qədər gəlmişəm. O qədər gözəl cümlələr var ki, içində. Mən çox bəyəndim. Əgər qarşınıza çıxsa, mütləq alıb oxuyarsınız siz də. Belə qızlar, bugünlük də bu qədər. Vlogu artıq sonlandırıram. Təşəkkür edirəm hər birinizə, izləyən hər kəsə təşəkkür edirəm. Gələn vloqlarda inşallah ki, görüşənədək hələlik.